Fırladı onun qabağına. O da köprüsündən çıxdı getdi. Göyçay şəhərinin Heydər Əliyev prospektində baş verən yol nəqliyyat hadisəsi hər kəsi dəhşətə gətirib. Sürücü Yasin Yaqubovun idarə etdiyi Vazerin 106 markalı avtomobil yolu keçmək istəyən gənc piyada 1989-cu il təvəllüdlü Elman Hüseynovu vuraraq onun həyatına son qoyub. Bu hadisə şəhərdə böyük bir şok dalğası yaradıb. Piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Dinəs TV-yə bildirilib ki, faktla bağlı Göyçay rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Sürücü Yasin Yaqubov yaşadığı bu ağır travmanın təsiri altında hadisənin necə baş verdiyini izah etməyə çalışır. Sağ olun. Arka bayından beri gelirdim ben Oba Market'in yanına. Geldim oraya tutanda yol ortasında dayanmıştı. Berden bayına ben Mercedes neydi gidiyorum. Dalmıyorum. Çok sürdü, behsüreten geldi. O dayandı resmi yol ortasında. Ben de söylemedim. Tuttu trenin burnuna, fırladı onun qabağına. O da köprüsünden çıktı gitti. Hadise belli olur. Bundan artık ben bilmem. Burada hem millet gördü ki 50 yürürken maşın nömresini götürün, eski maşın nömresini sattıp götüremem. Siz neçəyle gedirdiniz? Ne bileyim o olan olmazıyla getirdi. Yok. Dalıyla getirdi. Bilmedim. Sizin sürət, maşın Ben sürət. süretim burada o marketten buraya ne yığardım? Kataloğu 40-50 olardı. Neçə yaşında olar təxminən adam? Orta yaşlıkta. Ben o deyip göremedim mesela. Siz hara gedirsiniz? Hardan gəlib hara gedirsiniz? Ben satıldığını götürüp evlerine aparırdım. Leke. Bu faciəvi hadisə Göyçay sakinləri dərin kədərə boğub. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinəs TV üçün.